Salam əziz abituriyentlər. Deməli, bu gün istəyirəm belə bir məsələ tipinə baxaq. Çoxlarının yanlış yanaşdığı və burada bunu deməmişdən qabaq kiçik bir izah vermək istəyirəm. Biz görülən işi yalnız Efesdən ibarət bilirik bəzən, yəni bəzilərimiz. Halbuki kinetik enerji haqqında teorem və potensial enerji haqqında teoremə görə əvəzləyici qüvvənin gördüyü iş A bərabərdir kinetik enerjinin dəyişməsinə bərabərdir. Konservativ qüvvələrin gördüyü iş isə əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Və bizdə burada havanın müqavimət qüvvəsini istəyir. Deyir, havanın müqavimət qüvvəsinin işi və müqavimət qüvvəsi qeyri-konservativ qüvvədir. Qeyri-konservativ qüvvələrin gördüyü iş isə biz yazaq A qeyri-konservativ, yəni müqavimət qüvvəsinin gördüyü iş tam enerjinin dəyişməsinə bərabərdir. Çünki yəni qeyri-konservativ qüvvələr sistemdə iş görərsə, bu zaman tam enerji saxlanılır. Ona görə də müqavimət və yaxud da sürtünmə qüvvələri bunlar qeyri-konservativ qüvvələrdir. Yəni son halından başlanğıc halını çıxırıq tam enerjinin. Yəni indi burada şərtimizə baxaq. Bizə hansı kəmiyyətlər verir? Deyir, yer səthindən V0 sürəti ilə yuxarı atılmış M kütləli cisim yerə V0/2 sürəti ilə dəyir, havanın müqavimət qüvvəsinin işini hesablayın. Yəni, məsələn, bizim belə bir cismimiz var və bu cisim V0 sürəti ilə atılır və yerə gəlib dəyən anda V0/2 sürəti ilə yerə dəyir. İndi biz burada təbii ki, tapmalıyıq havanın müqavimət qüvvəsinin işini ki, görək. Deməli, yəni normalda biz bilirik ki, müqavimət qüvvəsi olmasa, cisim hansı sürətlə yerdən atılıbsa, məsələn V0 sürəti ilə atılıbsa, yerə dəyən anda da sürəti olmalıdır. Amma burada V0 sürəti ilə atılıb, amma yerə V0/2 sürəti ilə dəyir. İndi gəlin müqavimət qüvvəsinin işini hesablayaq. Yazırıq. A müqavimət bərabərdir. İndi tam enerji başlanğıc halda təkcə, yəni yer səthindən atılmış cisim V0 sürəti ilə atılır. Bunun yer səthində, yəni hündürlüyü yoxdur. Başlanğıc halda bunun tam enerjisi ilə kinetik enerjisinə bərabərdir. Çünki V0 başlanğıc sürəti ilə atılıb. Yazıram onda tam enerji. Birinci haldakı tam enerjisi daha doğrusu ikinci haldakı tam enerjisindən birinci haldakını çıxmalıyıq. Yəni son halından. Bu birinci halıdır, bu da ikinci halı. İkinci halda V0/2 sürəti ilə yerə dəyir. Y tam 2-dən çıxırıq Y tam 1-i. Belə yazaq. Deməli, ikinci halda da, birinci halda da bu tam enerjisi ilə kinetik enerjilərinə bərabərdir. Çünki yer səthində olduğuna görə potensial enerjisi yoxdur. Biz bilirik ki, tam enerji kinetik və potensial enerjilərinin cəminə bərabərdir. Potensial enerji olmadıqda, təbii ki, tam enerji yalnız kinetikə bərabər olur. Kinetik enerjilərin fərqi ilə yazaq. Deməli, ikinci halda M vurulsun, V-nin yerinə V0 kvadrat bölü 2, 2-nin də kvadrat 4, təbii ki, bir dənə də 2 də düsturdan gəlir, çıxılsın. İkinci halda, yəni birinci halda isə MV0 kvadrat bölünsün 2-dir. Bərabərdir. MV0 kvadratı bölünsün 8, çıxılsın, MV0 kvadratı bölünsün 2. Bu da eləyir, təbii ki, bundan çıxma olmur, MV0 kvadratı böl 2-dən MV0 kvadratı böl 8-i çıxıb, qarşıya mənfi atırıq. Çıxılsın, MV0 kvadratı böl 8. Deməli, o da eləyir, müqavimət qüvvəsinin işi bərabərdir, mənfi 8-də 3 MV0 kvadrat. Yəni, B variantı. Buna oxşar 38 var. 38-i özünüz eləyin. Burada da müqavimət qüvvəsinin işini soruşur. Bunu sizə buraxıram. Rəylərdə cavabınızı gözləyirəm uşaqlar.